Herkese salam dostlar. Bugün sizlerle GTA 4 Baku Edition necə yüklənir onu göstərəcəm. Deməli sizə videonun yorumlarında və ya açıqlamasında bir link verəcəm. Web saytımızın belə bir web saytdır. Bura daxil olursunuz. Verdiyim web saytı. Deməli sizi belə bir bölmə qarşılayır. Haqqımızda oyun haqqında qısa məlumat verir. İndi bu saytı biz böyüdəcəyik, güncəlləyəcəyik. Yəni bu təzələnəcək, qarşılıq belirləmişəm. Deməli burada login sistemi var, hesab ayarları, hesab açırsınız bir yana. Sonra burada da demişəm oyunlar bölümünə keçin, oyunu yükləmək üçün. Buraya gəlirsiniz. GTA 4 Baku Edition yükləmək üçün link butonu 9 GB yüklə və oyuna keyfət. Yaradan məsələsini qısa məlumatlar vermişəm. Burada sosial media səhifələrimiz və Discordumuz var. Discorda gələrək bizim Discord kanalımızda tanış ola bilərsiniz oyunlarla. Oyunlarla demişkən, yəni serverimiz var artıq. Yəni o serverlə tanış ola bilərsiniz. Minecraft serveridir və oyun oynayırıq. Xoş söhbətlər keçər inşallah. Deməli, link butonu yazıbdır, buradadır belə. Bunun böyük tərəfinə basırsınız, sizi atır bir dənə yerə. Mən bunu biraz dəyişəcəm bunun sistemini. Təzə bölüm açmayacaqdır. Deməli, bunu belə eləyirsiniz. Baxın, burada yenə də indir var. Bu yenə də indirə basırsınız. Yüklənir bu. Baxın. Üstəlik sizə. Gözləm nə idi? Bu deyil. Aha. Deməli dostlar, burada GTA 4 Baku Edition var. Buraları bağlayırsınız yüklənəndən sonra. Burada dostlar, yadımdan çıxdı. Videoya like atıp kanala abone olmayı unutmayın. Deməli, haqqımızda bölümü var. Sizi bir dənə saytla tanış edək. Burada da ki, salam qurbanlıq məsələsi, indi mən yazmışam burada axırda məlumatlar. İndi buralara təzə menyular əlavə edəcəm və bu saytı inkişaf elətdirəcəm. Yəni hərəklik belədir. Yəni dəyişəcək. Aha. Deməli, indirilənlərə gəlirik. İndirilənlərdə GTA 4 Baku Edition var. Bunu açırsınız. Deməli, bir saniyə, bunu açırsınız. İstəsəz rarını çöyə də axtara bilərik. Amma neysə, baxayaq. Belə qalsın. Aha, GTA 4 Baku Edition. GTA 4 Baku, oxu məni. Bunu oxumanız da tövsiyə olunur, oxumamanız da tövsiyə olunur. Yəni bu videonu yenidən çəkməyimdə məqsəd odur ki, yəni YouTube'da bir video çıxdı qabağıma, ona dair. Yəni bu modu mən 10 ay, 11 ay əvvəldən mən yaratmışam, yəni çoxdan var. Paylaşdığımdan 2 ay əvvəl bunun üstündə işləyirdim, 3 ay əvvəl və qutarıb 1-2 ay əvvəl sonra paylaşdım, elə bir ki, elə bir şey oldu orada. Aha, deməli, indi atacağınız yer bu
bunu hara istəsəz ata bilərsiniz. Yəni amma mən göstərdiyim yerə atsaz daha yaxşı olar. Deməli bura gəlirsiniz. Çox vaxtı bura atıram oyunlarımı. Bunu belə edirik. Bunu bura kopyala edirik. İndi bu köçsün bura gəlirəm. Aha dostlar, deməli yükləndi. Yükləndi deyəndə budur da. Hazırdır. Deməli bunun birini elə bunu A, bunu sayal oluşturuyorsunuz. Sonra Rockstar Games belgelere gelirsiniz. İstəsəz bunun içindəyini atın. Bu nədir indi mən sizə deyəcəm. Amma bir şey mən obyektin qarşılayıb. Deməli hər şeydə başlayın. Amma bir dənə yedəyini alalım. Aha. Deməli bunu bura atırıq. Çox şey qurtardıq olmalı. Bundan bir yerdə qurtardı. İndi deyəcəm niyyədir bu var. Bu niyyədə əsas. Onun içində mahnılar var. Yəni mahnı fayları, həm də save faylı var. Oyun bitirilmiş gəlir və siz rahatlıqla oynaya bilirsiniz. Deməli aha. Hazır. Artıq bunu bağlaya bilərsiniz. Save games. Sermonsiz. Cübəci mahlar olmuşum. Aha bu. Bu səfər simgesini dəyişə bilərsiniz. Oyun öz nəyinə. Deməli dostlar, aha. Hazırdır bu. Buna belə bassınız. Açıldığını göstərmək istəyirəm. Deməli ya açıldı getirdi. Ben bunun içine ikilem açılıyor. Arada böyle şey. Evet deməli dostlar, yükləndi, açıldı. Burada arkada bir iki nəşim var ya. Bir de oyun kaydet olmak için aldım. Geldim. Bu açılana kadar like atmışsınızsa like atmanızı eləməyən dəstək olun ən azı like atarak. Bir de abone olarsanız sevinirim. Belə videolar çox gələcək inşallah. Eğer belə getsə. İndi baxaq nereden olur. Görək. Yəni ilk dəfə oyunu açıram YouTube'da videoda. Yəni çox qısa göstərəcəm, 2 dəqiqə zat. Ondan sonra baxıram.
Aha, demək olar ki, açıldı. Türk dilinə də oyun. Yəni dilləri mən eləmişəm, dillər belə deyilir. Yəni yamanlaşdırmışam. Bəzi şeyi mən eləmişəm. Sizdə problem olsa, yəni oyun save girmir və ya save eləmir. Bunun həll yolu var, onu göstərərəm. Yəni problem eləsə, çox kompüterlərdə də bu açılmır. Aha. Deməli, birinci gördüyünüz dəyişiklik radardır. Radarımız çox dəyişik radardır. Yəni bunu özüm dəyişdirmişəm. Aha. Deməli, indi məndə video çəkirəm deyib biraz dona bilər. Sizdə donmaya da bilər. FPS-im düşük video çəkəndə mi? Belə bir F1 maşınımız var. Çox qısa göstərəcəm. Qısa konkret. Özünüz də görəcəksiniz. Baxın. Köşək modlarımız var. İlk gördüyünüz mod özünüz bilirsiniz nədən olsa 07'dir belə ağ köşək. Arxada da bence şey bozun oldu. Bozun oldu. Bu modları tək-tək özüm vurmuşam ona. Paket halında sizə vermək istədim. Yəni özünüz tək-tək yükləyəcəyinizə eləsi var, yəni olmur, xəta verir, açılmır çox vaxt oyun. Bir şey diyeyim, bu oyunda story models maşınında, yəni maşınlarda İşte fərq qalsın. Başqa bilgilər maşınlarda. Məndə böyükdədir, onu düzəltmək olur. Dəyişdirsə onu göstərir. Yeri dəyişmək olur. With our sponsor Zit, because we can spot the song you're looking for. You're listening to the radio, you hear a song, call Zit at 948-555-0100. Yeah, that's right, I'm walking the streets doing a show. This is live, people. Deməli, F3 B1 menü açılır. Burada istədiyiniz maşını seçə bilirsiniz. Yəni çoxdur. Birinci bundan başlayaq. Qəşənglə Prius'umuz var. Leave my kids at home unattended when I go out drinking, but I want them to get into trouble. What can I do? I've petitioned Congress to outlaw everything that isn't suitable for children, but they're not listening. Try the Vindication Angel Curse Buster BC. Holy f***ing shit! That's right, the Vindication Angel... Burada böyle bir güzelliği var. Simvolumuz. Gözlüyüm neyle? Polis maşını. Bu da bizim polis maşınımız. Yani güzellik dediğiyle hakikaten BMW'ler de güzeldi. Köşe BMW'di. İngilizce'de. Modu yani yerine düşür. Bir de burada böyle BMW'miz var şöyle. Model. Buna gelir bilmirəm balıqda. Deməli dostlar, modlarımız qəşəngdir yəni. Çox şey dəyişmək olur,
Amma modları silmək olmur, xəta verir, yəni modları silmək. Mən çoxu modu dəyişmək istədim. Amma inşallah bunun təzəsini əldim bəlkə, bilmirəm daha. Yəni, başqa versiyasına daha güncəl. Deməli, təzə F4-ə basırıq. Buradan bunu alırıq. Bu da qəşəngdir. Ambulans. Gözəl yollar. Həqiqətən də çox gözəl yollar. Bunu özüm hazırlamışam, yəni. Qıraqdan tapan deyil. Qıraqdan siz istəsəz də tapanlarsınız bu modu. Təkdir. Deməli dostlar, böyle bir dənə döşək tofaşımız var. Aşağı hindi nədir mən. Şöyle bir dənə pasatqal tofaşımız var. Who's dancing now, punk? On the toughest streets, you've got. Ha, bir də biz bir şey göstərim sizə. Deməli. One chance to make a difference through the incredible medium of dance. Flex, you think you can dance? You ain't even got your own steps, fool. Oh boy, you can't dance if you can't feel. You gotta learn how to feel from the heart, Flat. Bir dəqiqə baxım gəlir. Aha. Mahnıları siz birinci açanda oyunu belə eləyib oyunun nəyini taramalısınız. Yəni 87 dənə mahnı var, bunları tarayın. Taransın gəlir. Aha dostlar, deməli gəldim. Mahnılarımız da belədir. Deməli mahnılar dəyişmək olur. Nüyə basanda səhv eləmirəmsə dəyişir. Gör neçə müddətdir ki, mən səndən uzaqlardayam. Dəli edib aşıq məni Amma dəyişir yəni. dağlardayam. İnan ki, sənsiz yaşamaq ölümdən də Bunu betərdir. göstərdim. 2 dəqiqəmiz qaldı. 2 dəqiqə içində bir dənə də maşın göstərdim sizə. Yəni mahnılar çoxdur, 87 dənə mahnı var yəni. Və istəsəz açıb qulaq asa bilərsiniz. Mənə maşın göstərir. Aha, bildim nə göstərir. Gözləyim. Ondan çıxaq biraz bildim maşın. Budur mu? Mas Fuego. Energy drinks with Latin passion. That's because it contains our patented synthesized Latin testosterone. Mas Fuego. Hey, I'm on the go 24/7. I need to stay awake and be manly. I don't let the bitch get me down. I'm really wiped out right now. I'll fucking slit your throat. Yəni təmiz yəni bütün Red fun. Try a truly Ha, bir de pleasant bundan inducing experience şeyler and gördüm mix ben, Mas olur. Fuego with vodka. Shut up, pinche puta! Köşe içinde. I'll fucking kill you. I'm on edge, man. Now that's Latin Bir ara passion in a can. silmiştim. Bring out the heat. Bring out the passion. Mas Watch as fans hang with fading 90s boy band star Trent Thompson as he embarks on entertainment male stripper and personal escort. Waning with the Eşər stars, olsa, a deməli new season modumuz belə idi. Hayır, avtobus yok. Neyse. Gözümlə bu oyundan çıxım. Aha. Dostlar, sağ olun. Videonu izlədiyinizə görə təşəkkür edirəm. Videoya like atıb abunə olmağı unutmayın. Sosial media səhifələrimizi də abunə olub, abunə nə idi? Takip edib like atmağı unutmayın postlarıma. Beləliklə dostlar, bu videonun da axırına gəldik. Bu videonun əsas çəkməyimin səbəbi YouTube'da gördüyüm bir dənə videoydu. Yəni
belə bir mod 11 ay əvvəldən var, yəni paylaşılıbdır. Yəni bu çoxdan yaradılıb. Sadəcə 1-2 ay gec paylaşdım ki, yəni sonra paylaşdım. Hələ hazırlayırdım bunu. Tam qurtarmamışdım. Beta kimi bir şeydi yəni. Yəni çox şeylər yox idi. Ürəyim istəyincə deyildi də yəni heç. Yəni yenə ürəyim istəyincə deyil, amma inşallah daha yaxşısına gələm, daha əlasını. Yəni ağlımda başqa şeylər var idi, başqa fikirlər var idi. Yəni çoxuna ləğv elədim bu şeyləri. Dedim, bunu qırağa qoyaq, nəsə uzun söhbətin qısası. Belə bir şey elədim. Qəşəng də moddur. Yəni göstərdiyim 2-3 dənə maşın tək o var yox, amma çox var. Yəni maşın modları çoxdur. Siz indi özünüz yoxlayıb neynəyirsiniz? Hardasa bir 80 dənə ən az maşın modu vurmuşam bura. Yəni çoxdur yəni. Oyunu təmiz dəyişdirmişəm maşın modları ilə. Yəni radara kimi dəyişmişəm. Prosta radarda nəsə səhv var, bilmirəm niyə elə eləyir. İndi təzə mod yaratacam, yəni o radar elə olmayacaq. Dəyişəcəm. Güncəlləmək kimi bir paylaşa bilərəm yəni. Güncəlləyə bilərəm yəni onun ehtimal var. İndi yaxın zamanlarda baxarıq indi gedişata. Eşə dostlar, kanala abunə olub like atmağı unutmayın videoya. Sosial media səhifələrimizə də takip atıb postlarıma like atmağı unutmayın. Görüşənədək sağ olun. Bundan əvvəlki videoya keçid edib baxa bilərsiniz. Orada Minecraft serverimiz var, yeni açmışam. Yəni açıq olduğunda server girib oynaya bilərsiniz. Açacağım, bu dəqiqə oyunçu yoxdur deyib bir-iki dənə əksikliklər var. Onları eləyib. Xırda problemlər olur. Çox vaxt IP ünvanını dəyişə dururam. Yəni niyə çökür bilmirəm. IP ünvanı çökür orada. IP ünvanı dəyişə dururam. IP ünvanı dəyişdikdə Discordda bilgi verirəm. Yəni IP ünvanı dəyişdi. Yəni əgər dəyişsə orada bilgi olacaq. Discord kanalıma da gəlməyi unutmayın. Yeniliklərdən xəbərdar olmaq üçün ora gəlin. Görüşənədək dostlar, sağ olun. Özünüzə yaxşı baxın. Videoya like atıb abunə olmağı unutmayın kanalıma. Sosial media səhifələrimə də dediyim kimi takip atmağı və postlarıma like atmağı unutmayın. Görüşənədək. Özünüzə yaxşı baxın.